Evlənmək, yeni həyat qurmaq yaxşı işdir. Adam kimi evlənə bilər. Gözəl bir qıza, ağıllı bir qıza. Bir də görsə ki, getmirsən ezamiyyətə, rast gəlmirsən ürəyin istəyən bir qıza. Hər şey ola bilər. Bağışlayın, bu yaxında Sumqayıt'a gedəniniz olmayıb. Mən getmişdim. Orada gözümə bir afişa dəydi. Mən nəniyə evlənirəm. Hüseyin Muxtarovun təzə piyesinin adı belədir. Mənim adım Şalı, familiyam Arslanov. Amma təmizləyən zavodda əmtərşinat işləyirəm. 30 yaşım var. Bu qızı sevirəm. Mənim adım Cahandır. Rəqsə getməyi çox sevirəm. Tamam, mənim nəvəm olub. Eşidirsiniz, mən nənə olmuşam, nənə. O kimdir? Niyə sən öz qulağını evdən qovdun? 2 saatdır mən səni gözləyirəm Cahancığım. O tüp də gəlib mənim bütün ovqatımı təlq elədi. O kimdir? Lap quldura oxşayır. Ha, quldurun, yaramazın, dələduzun, əclafın biridir. Bəs niyə qorxmuşsun? Çünki sən mənim yanımdasın. Doğrudan? Onlar yanına gəlir? Yox, Ha. anam bu saat gələcək. Ana elə saat 7-də gələcək. Amma indi saat 6-dır. Bu nə adət səndə? Hər işi yatsan çıxarırsan ki, bizim qapımızda var. Mən səni görəndə hər şeyi unuduram. Hər şey... Bırak. 3 aklımdan yaxın gəlmə. Axı mən neyim, sən maqnit kimi məni özünə tərəf çəkirsən, bax çəkirsən, var. Kobudun biri kobud. Ha, kobud ha? Kobud. Sən də balıq kimi ələ keçməzsən. Bilmirəm, adi suvaqçı qız da bu cəhlik hardandır. Yaddan çıxarırsan ki, bu adilə suvaqçı qız hələ indi kimi rəqsə gedir. Yox ha? Kuba rəqsini yaxşı ifa etdiyim üçün mükafat dalmışam. Doğrudan. Mükafat almışsan. Ha? Almışsan. Almışsan. Mükafat almışsan. Ay. Mənə çatmaq üçün heç olmazsa kumanla nasıl qoyaydın. Ay səni, yaxşı. Yan bir. Hoppa. Para la gallina el maíz, para los pollos el arroz. Para la gallina el maíz, para los pollos el arroz. Para la vieja los chicos, para la muchacha yo. Para la vieja los piezas, para la muchacha yo. Para la vieja los piezas, para la muchacha yo. Dayan. Ay səni. Yaxşı. Sən oradan çıx. Mən sənə necə idman çaldığımı göstərim. Nədir bu oğlanın, sən ki belə deyildin. Axı mən neyliyim? Gülün ətrinlə nəfət almadan onun yanında nə qədər durmaq olar? Mən daş deyiləm ki. Səbirli olmaq yiğidin ziynət edir. Başa düş, bütün varlığımı ot tutub, yanıram. Soğukmuş qabul elə. Ah! Əla fikirdir Cahancan, aç qapını mən də gəldim sənin yanına. Ay, oh! Yaxşı. Bax, bu mənim səmimiyyətimə qarşı ədalətsiz hərəkətdir. Cahancan, sən məni eşidirsən? Mən, onda qulaq as. Mən həyatımı sənsiz təsəvvür eləyə bilmirəm Cahan. Eşidirsən? Yox, eşitmirəm. Bura bax, toyumuz haqqında sən heç bir şey fikirləşmirsən. Əzab çəkən təkcə mənəm. Belə də qarşılıqlı məhəbbət olar Cahancan. Sən hələ uşaqsan. Ha? Ay! Ay səni! Yaxşı, əlbət çıxarsan orada. İndi mən neyiniyim? Mənim atam deyərdi ki, gördün kədərlisən, onda bir iş gör. Sən görmüşsən. Birdən bu cihandan nasıl olsa, onsuz onun məni görməyə gözü yoxdur. Alo, bəli,
Xeyr. Xeyr, evdə yoxdur. Hı -hı. Ah, mən qızıyam bəli. Onun qızıyam. Hı -hı. Yaxşı, yaxşı. Aha. Oldu, oldu. Gələn kimi deyərəm. Mütləq. Hı -hı. Sağ olun. Aha. Quşun səsi kəsilib. İndicə Cihan oradan çıxacaq. O çıxan kimi qapının yanında duraram. Onu bərk-bərk qucaqlayıb, onu bərk-bərk... Onu bərk-bərk kucaklayıp. Ha, bərk-bərk. Onu bərk-bərk kucaklayıp. Nədir bu? Çaylık. Cihancan. Sen ne kadar tükarsan. Əlbəttə. Elbette çaya göre. Ha? Ben ona hissiyatı çok şüphelidir. Niye? Böyle tutan, böyle Ha, kucaklayan. ne olsun, mən öz ürəyimin əzablarını bununla sakitləşdirmək istəyirəm. Zəhmət çekme. Anam bir dedi ki, Ha. şuna parmağını uzadarsan, Aha. bileğinle tutarlar, onlara çok yüz vermez ve bakmazsan. Mənim atamsa deyərdi ki, qadınsız həyat hədərdir, uşaqsız həyat kədər. Cihancan, sən heç təsəvvür edirsən, mən səni nə qədər sevirəm. Eşidirsən? Yox. Sevirəm, Yavaş. sevirəm. Korklarınızı korkudarsan. Neyniyim? Sevirəm. Mehabbet o demektir. Məhəbbət o deməkdir. O demektir. Məhəbbət o deməkdir. O demektir. Bax, məhəbbət o deməkdir. O deməkdir. Ay, yandım. Ay, O inşallah. yandım. O yazık. Ay, Yandım. Ay. 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 Oy. Ay. Sənin öpüşünün yanısı daha güclüdür Cihancan. Sanmaz, her şeyi soradım. Anam da onu zengidir. Tez dur gizlen. Gizlənməyəcəm. Tez ol. Gizlənən oğlanlardan deyiləm mən. Xahiş ederim senden. Ben Bak, gizlenmiyorum. eğer sen gizlemesen, hiç bak boyumuzu görmeyeceksin. Tez ol. Mən gizlənməyəcəm. Mən Ne diyor gizlenmeyeceksin? Mən gizlənməyəcəm. Mən ondan kişi kimi danışmaq istəyirəm. Mən ondan. Mən Bak, bırak. Hara? Bura mən girə bilərəm. Onu da bırak. Hara? Tez ol. Mən gizlənməyəcəm. Baxarsan, Vallahi mən bırak. gizlənməyəcəm. Tez Baxarsan. ol, tez ol. Ay, yavaş. Mən niyə gizlənməyəcəm mən? Mən kişi kimi Gel danışacağım. bunu aç. Mən cinayətkar deyiləm, pərdə arxasında gizlənmək. Niyə? Mən gizlənməyəcəm. Baxarsan, duracağım burada. Gizlənməyəcəm. Görərsən indi. İndi mən gizlənməyəcəm. Cahancan aşkamasa siliklan gəlib qardaşındandır. Bir qulaq as Sinən. Anacan, mənim oğlum olub, eşidirsən? Ha, olur da, olur. Az sənin qardaşının oğlu olub, Mənim də ilk nəvəm olub. Nəvəm olub. Salam Asiyə xanım, mənim nəvəm olub, nəvəm. Çox sağ olun. İlahi bu nə böyük sevinçdir, Mən bu günü necə gözləyirdim. O bizim familiyamızı davam etdirəcək İşanım Dərya. Ya sen niye çıkıyorsun ha? Hiç bilirsen İşan'a deli ne demektir? Bu o demektir ki sen artık nene olmuşsun hey nene. Nənə olmuşam, nə? Sen 40 yaşın indi tamam olur. Nene olmak senin neyine lazım idi ha? Arzu, sən calı olmuşsan nədir? Səncə mən öz balalarıma deməliyəm ki, bir-birinizi sevməyin, əzləməyin, oxşamayın. Ona görə Sədəf xanım İşanı var, nənə olmaq istədir. Mən kişi gülüşü işitdim. Ana Hakan, sen sevincinden laf soğuk gülüşünü işitebilirdin. Doğrudur, ilahi. Mən bu günü necə gözləyirdim. Necə gözləyirdin. Mən senin kulaklarını həmişə denglemiştim ay ana. Gözəlsən, cavansan, ərə git. Ama sen dediğinden dönmemişsin. Gözləmişsən, kimin, neyi? Hansı kişi sana bakıp diyebilir ki, ay insanlar, mənlə neyle evlendirəm? Bir bak özüne neye okşayırsan. Bu kaprizonu ömür boyu elden çıkartmamışsın, eşek gibi işlemişsin. Eşeğe kimi işləməmişəm Cahan. İnsan kimi çalışmışam. Özü bu xoş güzaranıma görə zəhmətinə borcluyam. Düzü bilmək istəsən mənim belə yaxşı qalmağıma səbəb işimdir. Sen Müslüman közde qaydalarına qalib gəlsiydin ki, qat xoşbaxtlardın. Amma indi sen kime lazımsın, nene?
Deryam laylay, güzelim laylay. Kuku laylay, kuku laylay. Bak bunları hiç niye giymişsin he? Bak niye giymişsin soruşuram senden. Yaxşı da. Bu ne xasiyyətdir səndə Cahan? Belə xoş günü korlama. Kışkırma! Benim üstüme kışkırma! Onsuz da hiç kimsene elçi Ay gelmiyor. bala mən sənin üstüvə qışqırmıram, dur get xalatımı gətir, mən bu kamizonda çox yanıcım, get Çok yaxşı da yanacağım. get. Beni həmişə belə hər gün belə elə. Elə, sən elə xasiyyətin. İlahi. Hamı məni təbrik edir. Ayana! Sədəf, hə. Neyirsən he? Soyunuram, yeni. Soyma bu Ayana! Buna Niye? soyma olmaz. Yox. Eyvanla ortasında Birinci soyunacaq. dəfə də burada soyunuram, get xalatımı gətir al. Yok Ayana! Hə. Bilirsən? Hə. Ana! Orada pencerede bir nefer bakırdı. Bu boylu kelle görmüşüm. Harada? Ha, orada. Pəncərədə. Pencereden bakırdı. Çəkil görüm o pəncərədən baxan kimdir? Kimdir o pəncərədən baxan? Oradan bakırdı. Buldursa yoxmu ki burada? Hə. Bakırdı. Gel get xalatımı gətir, baxırdı. Kim baxırdı burada? İlahi, deyirəm iş yerində. Hamısında dedim ki, nəvəm olur. Məni deyirlər ki, deyirlər ki, Sədəf xanım təbrik edirik. Bilirsiniz necə gözləyirdim bu günü? Oy! Bu kim ya? Sen? Kızım, çekil görüm az bir kızla görüşüm bu. Ay kızım. Kala kurban. Ay bala. Salonda sesi baktı. Vay bala. Bir bana bak görüm de. Vay. Sağ ol kızım. Çok sağ ol. Ananı eski kişi yanında soyunmağı da mecbur ettin. Sağ ol. Çok sağ ol. Sədəf xala, valla, onda heç bir təqsir yoxdur. Bilirsiniz, mən özüm üzlülüyümə saldım gəldim. Mənim atam axı nahaq yerə demirirdi. Çağırılmamış gedərsən, belə rüsvayçılıqla da qaydarsan. Senin atan gerek bir de diyeydi ki bütün bunlardan sonra sen onun anasını gösteren işi bakırsan. Ha, mən indicə gedirəm. Sizdən xahiş edirəm, siz Cahana heç nə deməyin. Vallahi onda heç Yaxşı bir... paltarımı çıkar. Nə çıxar? Elindeki paltarımı çıkar. Ha, xahiş edirəm. Siz amma, siz Cahana heç şey deməyin. Sizdən çox xahiş edirəm. Bilirsiniz, Cahanda vallahi təqsir yox. Mən sizi təbrik edirəm. Balaca nəvənizin olması münasibətilə, ilk nəvənizin olması münasibətilə sizi təbrik edirəm əziz nənə.